Bir ABŞ vətəndaşı təqaüdə çıxıb Azərbaycanda rahat həyat yaşamaq istəsə, təxminən 270 min dollar vəsaitə ehtiyacı ola bilər. Yenavaz.com xəbər verir ki, belə bir hesabatı Net Kredit Təşkilatı Numbeo-nun yaşayış xərcləri məlumatlar əsasında hazırlayıb. Qeyd edək ki, bu hesabatda Azərbaycan vətəndaşının xərcləri yox, ABŞ-də təqaüdə çıxan şəxsin başqa ölkəyə köçərək orada yaşaması halında nə qədər vəsaitə ehtiyacı olacağı göstərilib. Sənəddə göstərilib ki, ABŞ-də insanların təqaüdə çıxdığı yaşla ölkədə orta ömür uzunluğu arasındakı fərq 14 il 8 ay təşkil edir. Yəni bir ABŞ vətəndaşı təqaüdə çıxdıqdan sonra orta hesabla 14 il 8 ay yaşayır. Hesabatda qeyd olunur ki, ABŞ vətəndaşı təqaüdə çıxıb öz ölkəsində yaşasa, bu məbləğ 738 min dollar olacaq. Bu Azərbaycandakı göstəricidən təxminən 2,7 dəfə çoxdur. Hesabatda ABŞ vətəndaşının digər ölkələrdə yaşaması halında ona nə qədər vəsaitin lazım olacağı da göstərilib. Bildirilir ki, ABŞ vətəndaşı təqaüdə çıxıb Sinqapurda yaşasa, ona 1 milyon 146 min dollar lazım olacaq. Bu hesabatda yer alan 95 ölkə arasında ən yüksək göstərici olub. Növbəti yerlərdə İslandiya, İsveçrə və Lüksemburq qərarlaşıb. Ən az vəsait tələb olunan ölkələr isə Pakistan, Hindistan, Banqladeş və Nepal olub. Müqayisə üçün bildirək ki, son rəsmi məlumata görə Azərbaycanda yaşa görə orta aylıq pensiya 632 manat təşkil edir. Əgər Azərbaycanda təqaüdə çıxan bir şəxs ABŞ vətəndaşı kimi 14 il 8 ay yaşasa, onun xərcləyə biləcəyi məbləğ orta hesabla 65,5 min dollar olacaq. Bu isə ABŞ vətəndaşının təqaüdə çıxıb Azərbaycanda rahat həyat yaşaya bilməsi üçün lazım olan 270 min dollar vəsaitlə müqayisədə 4,1 dəfə azdır.